Bəli, ABŞ prezidenti Donald Trump artıq öz seçki öncəsi, seçki ərəfəsi verdiyi vədlərə sadiqliyini müəyyən təkliflərin irəli sürülməsi ilə nümayiş etdirib. Təbiidir ki, söhbət Ukraynanın bu müharibədən yayındırılması və müəyyən şərtlərin elə öncədən də qeyd olunduğu kimi irəli sürülməsindən gedir. Həmin şərtlərdə birmənalı şəkildə Ukraynanın biabırçı məğlubiyyəti özündə əks olunur. Biz bu şərtlərə baxdıqda görürük ki, Krımın de jure Rusiyanın ərazisi kimi Ukrayna tərəfindən tanınması, eləcə də 2014-cü ildən bəri Rusiyanın işğal etdiyi torpaqların de facto Rusiyanın ərazisi kimi tanınması kimi məsələlər və eyni zamanda Ukraynanın NATO-ya üzvlük məsələsinin bir dəfəlik gündəmdən silinməsi məsələsi də yer almaqdadır. Bəs bu şərtlər Zelenskinin hansı mövqeyi ilə qarşılaşmış olacaq? Bu sualları studiyamızın Skype vasitəsilə qonağı siyasi şərhçi Elşad Paşasoy ilə müzakirə edəcək. Elşad bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Salam, axşamınız xeyir, Züleyxa xanım, xoş gördük, tamaşaçılarımızı salamlayırıq. Xoş gördük, biz də sizə təşəkkürümüzü bildiririk, dəvətimizi qəbul etdiyiniz üçün. Elşad bəy, necə dəyərləndirirsiniz hazırki vəziyyəti? Ümumiyyətlə, Trumpın bu biabırçı şərtləri Ukraynaya yönəlik, Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə yönəlik bu şərtləri irəli sürməsinin səbəbi nədir və hər hansı bir perspektiv görə bilirmi Trump? Çox fəlakətli vəziyyətlə üz-üzədir Ukrayna. Yəni, əslində belə bir vəziyyətin yaranacağını ehtimal etmək olardı. Çünki ABŞ və ümumilikdə Qərbi ilk dəfə deyil ki, faktiki olaraq bu kimi dostlarını, necə deyərlər, çətin bir durumda üz-üzə qoysun və sonradan geri çəkilsin. Bu mənada Ukraynanın sərvətlərinin bölüşdürülməsi uğrunda gedən mübarizənin biz açıq şahidiyik. Belə olan təqdirdə dırnaqarası sülh müqaviləsini faktiki olaraq Zelenski rəhbərliyi ilə Ukraynanın kapitulyasiya sənədi də adlandırmaq olar. Yəni, bu məğlub özdəki bir var ki, bir savaşıb yekunda döyüşün məğlub tərəfi kimi tarixə düşəsən. Bir də var ki, moderatorluq eləyən, biraz da bu sülhün təmin olunacağına əminlik yaradıb, masaya dəvət eləyib, məğlubiyyət sənədini masaya qoymağın özü bir dövləti, bir xalqı, yəni prezidenti bir kənara qoyuram, açıq şəkildə dünya çapında təhqir eləməkdir. O mənada çox çətin bir durumdadır Vladimir Zelenski və onun durumunu təsəvvür eləmək elə də çətin deyil. Əslində, ABŞ-də belə bir planın olmasını biz illər öncə də müşahidə etməkdəydik. Xatırlayırsınız, yəqin Züleyxa xanım, o zaman Kissinger səviyyəsində bu plan deşifrə olundu faktiki olaraq. Yəni, o zaman hətta Ukraynaya daha üstün bir şərtlər tanınırdı. Ukraynanın əraziləri indiki qədər, 22-ci ildən söhbət gedir. 22-ci ildə Ukrayna ərazisi indiyə qədər 20%-in üstündə işğal olunmamışdı. Yəni, hələ ki Ukrayna dövləti və xalqı, yəni mübarizlik əhval-ruhiyyəsində savaşını aparırdı və Rusiyada hələ də Ukraynada bir çox çətin bir durumla üz-üzə qalmışdı. Bu qədər dərinliklərini irəliləyə bilməmişdi Ukraynanın. Və o zaman daha üstün mövqe ilə bir atəşkəs imzalayıb da tərəflər arasında hansısa bir masaya dəvət etmək şərti ilə müəyyən bir güzəştlərə gedilməsi normal görünə bilərdi. Amma indiki durum isə qəbul olunmazdı. Yəni, inandırıcı da görünmür ki, indiki durumda Ukrayna rəhbərliyi bu şərtləri necə qəbul edə bilər? 8 maddəlik bir sülh dırnaqarası təşəbbüsünün arxasında faktiki olaraq Ukraynadan başqa bütün tərəflərin maraqları nəzərə alınır. Yəni, bunun hətta Avropa dövlətlərinin belə. Heç şübhəsiz ki, yəni Avropa İttifaqı və ABŞ arasında əsən soyuq küləklərin aradan qaldırmasına həm də xidmət edir. Yəni, Ukrayna bir bazarlığa çevrilmiş bir yalqız ölkə statusundadır hazırda. Bir tərəfdən NATO rəhbərliyi bəyan edir ki, Ukraynaya müdafiə sistemləri verməyə biz hazırlıq imkanlarımız da var. Yəni, bir vədlər verilir, amma Zelenski səviyyəsində artıq Ukraynanın 1 milyard yarımlıq heç olmaya patriot silahları alınması, müdafiə imkanlarına nail olmaq üçün bu barədə təşəbbüsləri, təklifləri
eşidilir. Ukrayna artıq öz puluyla silahları və müdafiə qüdrətini, müdafiə imkanlarını bir ayaqda saxlamağa cəhd göstərir. Avropanın ümumilikdə Qərbin o bəlli paytaxtlarının sifətini gördükdən sonra. Yəni bu mənada bir fəlakət ssenarisi yaşanır. Eyni zamanda Prezident Putin də hal-hazırda indi bəyan olunur ki, Putin sülh imzalamağa hazırdır. Hətta Zelenski ilə birbaşa danışıqlara da hazırdır. Bu vaxta qədər qəbul etmirdi və seçkilərə çağırış edirdi və s. Amma gəlin görək ki, indiki vəziyyət Putin üçün tamamilə unikal bir vəziyyətdir demək olar ki. Birinci, Putin bununla sülhməramlı mövqeyini, imicini formalaşdırmış olacaq. Eyni zamanda bu həm də Putinin ölkəsinin bir müharibə fəlakəti həm də Rusiya tərəfdən yaşanır. Rusiya böyük iqtisadi itkilər verir, hərbi, texniki baxımından, canlı qüvvə baxımından və Rusiyada son vaxtlar hətta orduya getmək istəməyənlərin bir etirazlarını müşahidə etməkdəyik. Eyni zamanda artıq çağırış məntəqələrində də bir qiyamın şahidi oldu və yəni bu kimi hallar və üstəlik də Rusiyanın strateji obyektlərinin hədəfə alınması Ukraynada əlindən gələni eləyir ki, Rusiyada sarsıcı zərbələr vursun. Bu savaşın indiki halda dayanması Rusiyanın da əlavə itkilərdən sığortalayır və Rusiya indiki olduğu yerdən heç zaman çıxmayacağını bəyan edir. Hətta olmadığı yerlə bağlı güzəşt vəd edir. Yəni bunun özü də bir günümüzün acı reallığıdır. Və üstəlik də Krımın ilhaqı ilə bağlı artıq ABŞ-nin də təşəbbüsü və 4 vilayətlə bağlı faktiki olaraq bazarlaşma və Ukraynanın minerallarının ələ keçirilməsi, hətta Zaporojye atom elektrik stansiyasının birgə istismarı. Yəni dəhşətli bir vəziyyətdir, dəhşətli. Yəni Ukrayna xalqının mövqeyi nəzərə alınmır bu məsələlərdə. Təsəvvürləyin ki, zamanında hətta bir paralellik hər zaman işə yarayır. Azərbaycanın acı bir təcrübəsi olub. Şükürlər olsun ki, o təcrübə geridə qaldı. Həmin o moderatorluq eləyənlər, vasitəsilə eləyənlər Qarabağdakı bir ovuc erməninin dövlət yaratması ilə bağlı iştahlarına bir şəriklik eləyirdilər. Və üstəlik də bu məsələnin referenduma çıxarılması təşəbbüsləri var idi uzun müddət ərzində. Ya ərazi mübadiləsi, Polqobul planı və s. yaxud da Qarabağ ermənilərinin iştirakı ilə və faktiki olaraq qələbəsinin qabaqcadan təmin olunması halında, çünki Azərbaycanlılar qovulmuşlar öz evlərindən, süni say çoxluğu yaratmışlar, sənəd üzərində olsa da. Və orada hətta Qarabağ aidiyyəti olmayan ermənilərin iştirakı ilə referendum keçirib nəticəni tanımağa cəhd göstərdilər. Görün bugün Ukraynanın əraziləri ilə bağlı, Ukraynada yaşayan 40 milyondan artıq vətəndaşın səsi nəzərə alınırmı? Heç olmasa bu məsələni Ukrayna xalqı həll etməlidir, mesajı verilirmi? Yox. Yəni bunun özü də faktiki olaraq bir ölkənin ərazisinin və üstəlik xalqının qəsdlə üzləşməsi, üstəlik də 21-ci əsrdə bu acı taleyi bundan sonra heç kim arzulamazdı. Təbiidir ki, xalqların bu şəkildə milli müqəddəratının, necə deyərlər, suverenliyinin göz ardı edilməsi, qeyri-həssas münasibətin sərgilənməsi artıq bizim üçün gözlənilməz bir prosesə çevrilməyib. Belə vaxtı ikən bizə qarşı da analoji münasibətin təəssüflər olsun ki, biz şahid ola bilmişik və bu nümunələr təəssüflər olsun ki, bax elə bu cür münasibətlər göstərildiyi üçün hal-hazırda qlobal mənada da yayılmaqdadır. Ancaq bizi hal-hazırda maraqlandıran digər bir məsələ Ukrayna daxilində bütün bu proseslərə xalq olaraq, ictimaiyyət olaraq verilə biləcək təpkidir. Çünki əgər Zelenski məcbur qalıb Trumpın müvafiq şərtlərini qəbul edərsə ki, bununla bağlı bir rəsmi məlumat, bəyanat səsləndirilməyib, hər halda gözləniləndir. Ancaq əgər belə bir şey baş verərsə, o zaman xalqın təpkisi Ukrayna prezidentinə qarşı necə olacaq? Çünki bundan öncə də bir İstanbul razılaşması təklifi irəli sürülmüşdü. Artıq xalq həmin iddianı da irəli sürə bilərdi ki, əgər biz belə bir biabırçı məğlubiyyətə doğru gedəcəkdiksə, imza atacaqdıqsa, vaxtı ikən İstanbul razılaşmasını niyə qəbul etmədik? Əslində haqlısınız bütün suallarda və düzgün yanaşmalı tamamilə. Amma indiki dövrdə təsəvvürləyin ki, müharibənin aktiv fazasında üstəlik də Qərbdən gələn dəstəyin kifayət qədər azalması halında və Rusiyanın baskılarının çoxalması vəziyyətində Ukrayna daxilində də
Zelenskiyə qarşı bir etiraz, üsyan, inqilab başlasın. Bu nəyi dəyişəcək? Zelenskini öz postunda əvəzləyəcək bir qeyri-birisi o halda günahların bütün, yəni suçun sahibi olaraq Zelenskini hədəfləyəcək və bundan sonra onun masada oturması daha rahat olacaq ki, bu məsələlər mənim zamanımda olmadı deyə. Bəli. Beləcə Putinin növbəti şərti də qəbul olunmuş olacaq. Heç şübhəsiz məxməri yolla daxildən. Çünki Putin bir sıra hallarda elə daxildə elektorata istinad edib, Rusiya milli qüvvələri istəyirdi ki, Zelenskiyə qarşı hansısa bir çevrilişlər həyata keçirilsin. Bu halda Qərb Zelenskiyə Putinə kömək eləyəcək hansısa halda və üstəlik də Trumpın qısa müddətdə sülhü təmin edə biləcəyi barədə planı məhz o halda baş tutmuş olacaq ki, Ukrayna əraziləri böyük hissəsi ilhaq olunmuş halda, Ukraynanın ən azı 2 vilayətinin də müstəqilliyi ilə hesablaşmalı olduğu halda Qərb və üstəlik də Krımın əldən getməsi, bu, yəni Ukraynanın xalqını xilas etməyəcək. Bu, Zelenskinin indiki halda xalqı ilə, necə deyirlər, dərdləri ilə bir baş-başa qalması bəlkə də Ukraynanın taleyində önəmli bir faktora çevrilə biləcək. Nəinki onun hakimiyyətdən devrilməsi yaxud da könüllü şəkildə istifası halında. Çünki istifa verəcək halda onu əvəzləyəcək fiqur, Ukraynanın başına gələcək şəxs daha rahat şəkildə anlaşmalara gedə biləcək, yaxud da hansısa bir bazarlaşmaya gedə biləcək. Çünki məsuliyyət ondan kənarda olub deyə bir yanaşması olacaq. Üstəlik də görünən budur ki, kifayət qədər Rusiya əminliklə danışır artıq. Biraz da bu qarşıdakı 9 may qələbə günü ərəfəsində, faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində istəyir ki, bir qələbənin üstünə ələbə bir qələbə də əlavə eləsin və daha rahat şəkildə Kremldə, Qızıl Meydanda paradı qəbul eləsin. Bu mənada sürət baxımından da bəlkə də o parada hətta Trumpın da dəvət olunmasını bir düşünür. Ayrı-ayrı hallarda onun üçün dua edib və s. Yəni, bütün bunlar görünür ki, əslində o böyük imperiyalar arasında hansısa bir bazarlaşmada nisbətən kiçik xalqlar və dövlətlər qurbana çevrilirlər və Ukraynada çox təəssüf ki, indiki halda o qurbanlardan biridir. Ukraynada faktiki olaraq bir Qəzza müsibəti yaşanır. Bundan əvvəl bir neçə dəfə də bu arada bildirmişəm. Yəni o uşaqların fəlakəti, o dəhşətlər, heç zamanında Ukraynayı dayanma, irəli deyə bir həvəsləndirənlər, savaşa təhrik eləyənlər hansısa şirin bədlərin qarşılığında o körpələrə, o qadınlara, günahsız insanlara görə baş sağlığı verməyi belə ağıllarının ucundan keçirmirlər. Çünki artıq o Fələstin bölgəsində yaşanan o müsibətlər, ayrı-ayrı digər bölgələrdə baş verənlər Ukraynada da artıq yaşanmaqda və artıq adiləşməkdədir. Bu mənada yerin altına o gömülən günahsız körpələrə diqqət yetirməkdənsə, yerin altındakı o mineral sərvətlərə diqqəti fokuslayıb bugün ayrı-ayrı imperialist qüvvələr, paytaxtlar, silah alverçiləri yenə də öz işindədirlər, böyük paralar qazanırlar. Ukraynaya 100 milyardlarla kömək etdiyini iddia edən ölkə məlum olur ki, təkcə bu savaşdan yarım trilyona qədər vəsait əldə edib. Eyni zamanda Avropa ölkələri də artıq iştahlarını qızıyıblar ki, bəs biz özümüz də hansısa bir formada, güya bunlar neytral zonada hərbi qüvvələrini yerləşdirmək istəyirlər. Amma neytral zona hara olacaq? Ukraynanın faktiki olaraq böyük hissəsi işğal olunmuş vəziyyətdə, çox böyük əraziləri, zamanında o Pir qələbəsinə bənzər bir Kursk döyüşü ilə Ukraynanı həvəsləndirirlər. Baxmayaraq ki, Rusiyanın dərinliklərinə zərbə vurmağı belə yasaq etmişdilər. Eyni zamanda biraz da tirajlayırlar ki, Zelenski böyük uğur əldə etdi, Kurska daxil oldu ordusu və s. Amma bugün Kurskun artıq 95% bildirildiyinə görə faktiki o təmizlənib Rusiya ordusu tərəfindən və böyük itkilər də verdi. Bu yaxınlarda elə Rusiya və Ukrayna arasında o cəsədlərin mübadiləsinin keçiriləndə o böyük fərqin özü çox şey deyirdi. Yəni, bütün bunlar, bu fəlakətlər seriyası heç şübhəsiz ki, bu savaşın dayandırılması növbəti qırğınların, qurbanların olmaması anlamını verərdi.
və çox arzulayırıq ki, savaş dayansın. Amma nə yaxşı olar ki, savaş heç olmaya bir ədalətli bir sonucla, hardasa ədalətə yaxın olan bir nəticə ilə bitsin. Çünki indiki halda Ukraynanı yazıq günə qoyanlar, eyni zamanda əlini onun üstündən çəkənlər və bundan sonra Ukraynanın onda olan ərazilərinin yeraltı və yerüstü sərvətlərinə iddia edənlər onun bərpasına belə hər hansı bir o layihələrdə diqqət çəkən bir məqam yoxdur ki, bu Ukrayna yaxşı savaşdan sonra bərpasını hansı ölkələr özlərinə götürəcək? Hansı ki, zamanında havadan müdafiə sistemlərini Ukraynadan əsirgəyənlər və hətta Kiyevin az qala o işğalına göz yumanlar, nə yaxşı ki, onda qardaş Türkiyənin bir dəstəyi oldu. Bayraqdarlarla Türkiyənin hesabına Ukrayna paytaxtının işğala məruz qalmasının qarşısı alındı və sonra Türkiyənin masa ətrafında hətta bu savaşı daha tez bitirmək üçün planlarını belə görməzdən gəldilər və buna qarşı çıxdılar. Hətta Prezident Zelenski belə təqribən bir il öncə bu plana Türkiyənin növbəti dəvətini qəbul etmədiyini nümayişkərana şəkildə və Qərbin təzyiqləri altında ifadə elədi. Yəni, bu heç şübhəsiz ki, Zelenskinin də ciddi yanlışları olub. İndi tamaşaçıların bəziləri deyə bilər ki, necə oldu? İşğalçı Rusiya, Putin bu ölkənin ərazisinə hücum eləyib və bu günlərdə əsas günahlandırmalı olan tərəf budur və yaxud da Rusiyadır. Şübhəsiz. Amma dünya reallıqları bəllidir hər kəsə. Biz bilirik ki, zamanında 90-cı illərdə Ukraynanın nüvə silahından məhrum eləyən paytaxtlar, onlar bilirdilər ki, Rusiya gec-tez, hətta imperiya iştahı ilə növbəti dəfə ortaya çıxa bilər. 90-cı illərdə Yeltsin hakimiyyətinə Rusiyanı ayaqda saxlamaq üçün, hətta bu ölkənin daxilindəki milli azlıqların özlərinin hüquqlarını görməzdən gəlib, onların terrorçu sayağı məhv edilməsinə göz yuman dairələr, çevrələr bu günləri Ukraynanın fəlakətlərinə göz yumurlar. Yəni, bu proseslər əslində 90-cı illərdən başlamışdı. Yəni, bütün bu anlaşmanın əsası o zaman qoyulmuşdu. İndi Avropa bəyan edir ki, biz hansısa formada güya Rusiyanın təcavüzünə məruz qalarıq və s. Yəni, faktiki olaraq Zelenskinin keçən il Qərbin təhriki ilə qələbə planı adlandırdığı o layihədə birinci məsələ olaraq NATOya üzvlük bəndini yazmasının özü və bu gün də NATO'nun bir mənalı şəkildə Ukraynanı görməyəcəyini, bu qurumda Ukraynanın olmayacağı barədə Trump'ın ortaya qoyduğu sənəd münasibətləri göstərir. Hesab edirəm ki, Zelenski də o zaman biraz da necə deyərlər, küyə getdi və daha maksimum iddia ilə Rusiyanı da daha çox qəzəbləndirdi və işğalın coğrafiyasını genişləndirməsinə bəhanə verdi. Rusiyaya əslində Ukrayna ordusunun Kurska daxil olması da lazım idi. Yadınızdadırsa bəlkə o zaman biz demişdik ki, bu Kursk məsələsi biraz da o İsrailin ərazisinə sızan Həmasın qəfil, İsrail kəşfiyyatçısını, sərhədçisini yaxalayan Həmasın davranışına bənzəyir. Sanki o Kursk cəbhəsində açıq qoymuşlar ki, Ukrayna ordusu o tərəfdən bölgəyə sızsın və Ukraynanın da Rusiya ərazisini işğal etdiyi əsasında dırnaqarası. Hücum daha geniş miqyasda, amma Putinin iddiaları da beləcə legitimləşmiş olsun ki, baxın, biz də vaxtı ikən bu hücumu etməsəydik, bizə həqiqətən də həmin hücum olunacaqdı. Elşad bəy, zamanımız təəssüflər olsun ki, sizin dəyərli müzakirənizi daha da artırmanıza imkan vermir, amma olduqca önəmli fikirləri, təhlilinizi bizimlə bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildiririk. Mən təşəkkür edirəm. Sağ olun. Sağ olun.